izləyicilərimiz, hər birinizi Sualın var verilişinin növbəti buraxılışında xoş gördük. Bugünkü qonağımız sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayevdir. Əvvəla bunu qeyd etmək istərdim ki, prorektorluq universitetin sosial-ictimai mühitinin inkişafının təmini, ictimaiyyətlə əlaqələr sahəsi və tələbə təşkilatlarının fəaliyyətinin kurasiyası kimi işləri icra edir. Və biz bugün Fikrət müəllimlə tələbələrimiz tərəfindən bizə ünvanlanan sualları cavablandıracağıq. Salam, hər vaxtınız xeyir, müəllim, necəsiniz? Salam, çox sağ olun, sizi görməyə şadam. Çox sağ olun, biz də həmçinin şadıq. İstəyirsinizsə, uzatmadan suallarımıza keçək. Buyurun. İlk sualımız belədir ki, tələbələrin könüllü fəaliyyətində, ictimai layihələrdə aktiv iştirak etməsi onlara nə qazandırır? Ümumiləşdirsək, tələbələr niyə ictimai fəal olmalıdır? Çox sağ olun, maraqlı sualdır. Əslində, universitetin tələbələri üçün gözəl imkanlar yaranır ki, onlar ictimai fəaliyyətlə məşğul olanda müəyyən təcrübə toplasınlar. Əgər əvvəldən başlasaq, universitetin qarşısında tələbələrlə iş üzrə iki əsas məqsəd var. Biri, müasir səviyyədə, müasir tələbələrə uyğun mütəxəssis yetişdirək. İkincisi, ölkənin vətəndaşı, vətənpərvər, fəal, kommunikasiyalı insanlar bir sıra keyfiyyətlərə malik olan və bu keyfiyyətlər sözsüz ki, gələcək peşəkar fəaliyyətində çox lazımlı olacaq. Könüllülüklə, ictimai fəaliyyətlə məşğul olanlar çox gözəl təcrübə əldə edir. Əvvəla ünsiyyət təcrübəsi. Təsəvvür eləyin ki, hər bir mütəxəssis gələcək fəaliyyətində daimi ünsiyyətdə olmalıdır. Məktəb müəllimidirsə, bu şagirdlərlə, həmkarlarla, rəhbərliklə, ictimaiyyətlə, valideynlərlə daimi ünsiyyətdə olmalıdır və bu ünsiyyət nə formada keçməlidir? Hansı keyfiyyətlərə malik olmalıdır bizim mütəxəssis? Biz bunu düşünməliyik və könüllülük imkan verir ki, elə tələbə yoldaşlarından, həmkarlarla, digər qurumların nümayəndələrindən ünsiyyət qura bilsinlər, öz mövqelərini bildirə bilsinlər, o mövqeyinin üstündə dayana bilsinlər, hər bir qarşısında olan insanı inandıra bilsinlər və s. Bundan əlavə, könüllülük bir sıra elə keyfiyyətlər verir ki, bu gözəl təcrübədir. Liderlik qabiliyyətidir, digər qabiliyyətlərdir və bizim yanaşma belədir ki, ictimai fəaliyyətdə keçirdiyimiz tədbirlər, onlar birbaşa əslində tədrislə bağlıdır. Tədrisə yardımcı olmalıdır. Bilikləri mənimsəmək, fənni dərindən öyrənmək, insani keyfiyyətlərini inkişaf eləmək və s. Ona görə hesab edirəm ki, tələbələrin qarşısında çox maraqlı hədəflər var və bu hədəflərə çatmaq üçün ictimai fəaliyyətləri olmalıdır və bu fəaliyyət uğurlu və faydalıdır. Çox sağ olun ətraflı izahınız üçün. O zaman növbəti sualımıza keçid edək. Növbəti sualımız bundan ibarətdir ki, bəs universitetimizdə tələbələrin ictimai fəallığa cəlb olunması üçün hansı konkret mexanizmlər tətbiq edilir? Bu sual da maraqlıdır. Universitetə daxil olan birinci kurs tələbələri, birinci tədris ili tələbələri artıq ilk günlərdən müxtəlif tələbə təşkilatları və xüsusi qurumların fəaliyyətindən tanış olurlar. Maraqlı info sessiya keçirilir. Bizdə bir neçə gənclər təşkilatı var və o gənclər təşkilatının nəzdində 38-ə yaxın müəyyən klublar var. Burada əslində tələbələrin maraq göstərə bilən hər sahə əhatə olunur.
kitab oxumaqdan, musiqi, rəssamlıq və s. çoxdur, intellektual yarışlardır və s. Və ilk növbədə bizim həm müvafiq şöbələr, həm də tələbə təşkilatları onlar ilk günlərdən birinci kurs tələbələrini bu istiqamətlərlə tanış eləyirlər, müxtəlif tədbirlərə dəvət eləyirlər və o tədbirlərdə, o cümlədən məlumat verici infosessiya dediyimiz tədbirlərdə tələbələrdə tam təsəvvür yaranır ki, idmanı seçən idmanla məşğul ola bilər, intellektual yarışları seçən o sahəyə gedə bilər və s. Könüllülüklə bağlı bizdə hər cür istiqamətdə var. Hətta xüsusi təşkilatımız da var, təhsil könüllüləri. Adından fikir verin, təhsil könüllüləri bu elə könüllülərdir, məhz təhsil sahəsinə daha çox diqqət yetirən təşkilatdır. Ona görə mənə elə gəlir ki, bizim müxtəlif sosial şəbəkələr səhifələrimizdə, saytımızda, təşkilatların, şöbələrin fəaliyyətində tələbələr üçün hər şərait yaradılır ki, onlar öz seçimini eləsinlər və öz bəyəndiyi sahələrlə məşğul olsunlar. Növbəti sualımızda bir tələbəmiz soruşur ki, əgər Fikrət müəllim universitetin hal-hazırki sosial-ictimai mühiti ilə əvvəlki illərdəki mühiti müqayisə edəsi olsa, vəziyyəti necə qiymətləndirərdi? Mən bu sahə ilə məşğul olan adam üçün bugünü bəlkə də çox tərifləyə bilmərəm. Ancaq bu son 10 ildə kifayət qədər fərqlər göz qabağındadır. Ondan başlayayım ki, vaxt var idi, şənbə-bazar günləri universitetin qapıları əslində universitet tələbələri üçün bağlı idi. Və son illərdə, bilmirəm nə qədər məlumatdasınız, şənbə-bazar günləri universitetdə çox saylı tədbirlər keçirilir. Burada təşkilatların, gənclər təşkilatların, yarışlardan tutmuş müəyyən klubların, kino klubudur, musiqi ilə məşğul olanlardır, digər fəaliyyətlə məşğul olan tələbələr şənbə-bazar günü yığışıb istədiyi fəaliyyətlə məşğul ola bilir. Bu da o deməkdir ki, deməli, həftə ərzində bilirsiniz ki, bizdə 2 növbəli dərs var. Bu həftə ərzində belə tədbirləri keçirmək çətindir. Yəni, birinci növbə ilə ikinci növbədə təhsil alanların problemləri olur, tədrislə bağlı fəaliyyətləri daha çox olur və şənbə-bazar günü tam şərait yaradılır ki, istədikləri məsələlərdən məşğul olsunlar. Hansı fəaliyyət növü tələbələr üçün maraqlıdırsa, onlar birləşib hər bir şey keçirə bilərlər. Bizim bir siyasətimiz də odur ki, biz heç kimi çalışırıq, heç bir şeyə məcbur eləməyək və gözləyirik ki, tələbələrdən təşəbbüslər gəlsin və tələbələr, bugünkü tələbələr də kifayət qədər fərqlənir. Mən fəxrlə deyə bilərəm ki, tələbələr hansı sahədə təşəbbüs göstərirsə, biz o təşəbbüsü reallaşdırmaq üçün çalışırıq, şərait yaradaq. Əgər tələbələr hansısa xarici dilləri öyrənmək istəyirsə, bizdə hər şərait var ki, bu iki tərəfli bir məsələdir. Bizdə xarici dil müəllimliyi ixtisasında təhsil alan tələbələr üçün o vacib bir təcrübədir və yuxarı tədris illərinin tələbələri digər tələbələrə şənbə-bazar günü dərslər keçir. Dillər üzrə, fortepiano üzrə, misal üçün bizdə bir çox tələbələr
rəssamlığa meyli var digər fakültələrin və bizim təsvir incəsənət müəllimliyi ixtisası var. Bu tələbələr üçün, təhsil alan tələbələr üçün çox maraqlıdır. Onlar əslində təcrübə toplayırlar. Gələcək fəaliyyətləri üçün önəmli bir təcrübə toplayırlar ki, bu onların gələcək fəaliyyətində çox maraqlıdır. Digər tərəfdən müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr, onların təsvir incəsənəti marağı var. Onlar da öz elə bir yaşda biraz böyük tələbələrlə bu işi öyrənə bilərlər. İntellektual yarışlardır, debat hərəkətidir. Bu tələbələrə çox şey verir. Bizim yarışlarda adətən çox komandalar iştirak edir, çox maraqlı keçir müxtəlif sahədə və bayaq sözümün əvvəlində dedim, təxminən 38 klubumuz var. Əvvəllər belə şey yox idi və indi kitabla maraqlanan, bədii ədəbiyyatla, yaradıcılıqla məşğul olanlar, musiqi dedim və yaxud kino ilə çox maraqlı məsələ kino klubu var, kino həvəskarlarının klubu var. Bunlar elə maraqlı tədbirlər keçirirlər ki, bu bizim üçün çox vacibdir. Kino incəsənətin maraqlı bir hissəsidir və bizim xüsusilə Azərbaycan filmlərindən maraqlanırlar. Mən hərdən kənardan müşahidə edirəm, bizim tarixdə olan hadisələrdir, kinoda öz əksini tapan və s. Və hərdən sual-cavab kimi keçirirlər. Məsələn, mənə çox maraqlı gəlirdi, müəyyən musiqi parçası verirlər hansısa filmdən və iştirakçılar müəyyən eləməlidir bu hansı filmdəndir. Bu çox maraqlı və faydalıdır. Belə çox sahələri sadalamaq olar. Hətta, məsələn, mənə ən çox təsir edən bir klub əl işarələridir. Bizdə bilirsiniz ki, korreksiya edici təlim ixtisası var. Orada fiziki qüsurlar olan uşaqlarla məşğul olurlar və maraqlısı odur ki, bizim orada təhsil alan tələbələr digər ixtisaslarda təhsil alan tələbələr üçün və bu sahəyə marağı olan tələbələr üçün xüsusi dərslər keçirlər. Çox maraqlı alınır. Bu həyatda vacib bir mərhələdir. Bunun əsas ixtisasından başqa ona kömək edən müəyyən biliklər də əldə edəsən, bacarıqlar əldə edəsən. Gələcək müəllim gərək çox şeyi bacarsın. Müasir zəmanədə o tək peşəkar biliklərlə yox, müəyyən vərdişlər, təcrübə əldə eləməlidir. Misal üçün, tələbələrlə müxtəlif görüşlər təşkil olunur. Məktəb təcrübəsindən bağlı. Mən sizə deyim ki, bizim məzunlar son illər müəllimliyə işə qəbulla o prosesdə çox yüksək nəticələr göstərir. Ancaq bizim əlaqələrimiz var məzunlarla. Bizim məzunlar yüksək nəticə göstərərək müəllimliyə qəbul olunanda və məktəblərə gedəndə müəyyən problemlərlə rastlaşırlar və bizim son illərin çox uğurlu məzunları var. Artıq məktəblərdə təcrübə toplamış və o problemləri yaxşı bilmiş. Onlarla görüşlər zamanı öz təcrübələri ilə bölüşürlər və bizim yeni məzun məktəbə gedib fəaliyyətə başlayanda o rastlaşdığı problemləri tam izah edirlər. Burada şagirdlərlə ünsiyyətdir, sinifi idarə eləməkdir, müəyyən sənədləşmə ilə bağlı problemlər olur və məzunlarımız, artıq təcrübəli məzunlarımız çox
faydalı işlər görürlər və bizim son tədris illərinin tələbələrindən öz təcrübələrini bölüşürlər. Çox sağ olun ətraflı izah üçün. İcazənizlə növbəti suala keçid edək. Sizcə tələbə hələ universitet illərindən, yəni təhsil aldığı illərdən etibarən gələcək karyerası üçün hansı addımlar atmalıdır, xüsusilə də gələcəyin müəllimləri? Çox maraqlı sualdır. Mənim həmişə tələbələrlə ünsiyyətdə olan vaxtı dediyim sözlər var. Bizim zamanı dəyişir, müəllimlərə tələblər artır. İndi tədrisdə də, fəaliyyətdə də fərqli cəhətlər var. 10 il, 20 il bundan qabaq internet yox idi, süni intellekt yox idi, informasiya, kommunikasiya texnologiyaları belə inkişaf eləməmişdi. Digər tərəfdən fənlərin məzmunu getdikcə dəyişir, daha da zənginləşir. Amma tədris köhnə üsuldan əl çəkməlidir və müasir zamaniyə uyğun qurulmalıdır. Bunu həyata keçirmək üçün bizim tələbələr artıq tələbə vaxtından qarşılarına müəyyən hədəflər qoymalıdır. Əvvəla məhz tələbə dövrü qarşısında duran hədəfləri bilməlidir və bu hədəflər 5 illik, 10 illik yox, bəlkə 25-30 il, ondan da artıq dövrə aid olmalıdır. O hədəflərə iradə ilə, təmkinlə və fəaliyyətlə getmək lazımdır. Çalışmaq lazımdır, çox şeyi öyrənmək lazımdır. Sözsüz ki, burada tək informasiya, kommunikasiya texnologiyaları, süni intellekt yox, insanlarla ünsiyyət, liderlik, belə qabiliyyətləri məhz təcrübə vaxtı tələbəlik illərində toplamaq lazımdır və cəmiyyətdə daha da uğurlu olmaq üçün sözsüz ki, xarici dilləri bilmək lazımdır. Artıq bilirsiniz, inkişaf eləmiş ölkələrdə 1-2 xarici dillə kifayətlənmirlər və daha çox dil öyrənirlər. Digər tərəfdən bizim cəmiyyətdə artıq biz uğurla müharibəni qurtarmışıq, ərazi suverenliyi bərpa eləmişik. Cəmiyyətin problemləri Qarabağ münaqişəsi dövründə çox idi. İndi cəmiyyətin qarşısında başqa vəzifələr durur. Biz yeni nəsli necə tərbiyə eləməliyik, necə hazırlamalıyıq, necə dünyaya inteqrasiya eləməliyik və dünyada gedən proseslərə necə qoşulmalıdırlar bizim gənclər. Bu hamısı karyera fəaliyyətindən bağlıdır və kim uğur qazanmaq istəyirsə, o bilməlidir ki, bu yol çətin yoldur, əziyyət çəkmək lazımdır, daimi öz üzərində işləməlisən, çalışmalısan, nəsə öyrənməlisən, nəsə eləməlisən və nüfuz qazanmaq üçün, karyeranı uğurlu qurmaq üçün bu yolda özünə güvən olmalıdır, özünə inanmalısan, bilməlisən ki, mən bu yolu seçmişəm və bu yolu gedəcəm. Bu yol çətin yoldur və maneələr də olur, problemlər də yaranır. Amma hər bir insan bilməlidir ki, o hədəfini düz seçibsə, hər şeyə nail ola bilər. Hər şey öz fəaliyyətindən, öz keyfiyyətlərindən asılıdır və cəmiyyət həmişə belə adamları dəyərləndirəcək, qiymətləndirəcək. Təşəkkür edirik ətraflı cavablarınız üçün. Son olaraq bizə və tələbələrə demək istədiyiniz əlavə bir şey varsa, buyura bilərsiniz. Mən hesab edirəm ki, müəllimlik peşəsindən yaxşı peşə yoxdur. Amma insan peşəsini sevməlidir. Tək peşəsini yox, müəllim
şagirdlərini, tələbələrini sevməlidir. Seçimi elə eləmək lazımdır ki, sevdiyin işlə məşğul olasan və şagirdlərini, tələbələrini sevəsən, onlara böyük məhəbbətlə yanaşasan. Əgər hiss eləyirsiniz ki, bu sizin sahə deyil, onda heç bu yolun dalınca getməyin. Amma bu yolu seçmisinizsə, bu yolda, çətin yolda sizə uğurlar arzu edirəm. Çox cəmiyyət bunu həmişə dəyərləndirir. Mən təcrübəli müəllim kimi deyə bilərəm ki, cəmiyyətdə yaxşı müəllimlərə həmişə hörmət var, onun dəyərini bilirlər və siz çalışsanız hər şeyə nail olub, cəmiyyətdə də kifayət qədər hörmət qazana bilərsiniz. Və bir də deyirəm, deyim onu da ki, hədəfləriniz olmalıdır. Məsələn, indi siz tələbəsinizsə, fikirləşməlisiniz ki, mən 20 ildən sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin sosial və humanitar məsələlər üzrə prorektoru olmaq istəyirəm. Və düşünməlisiniz ki, prorektor vəzifəsini tutmaq, professor olmaq üçün nə lazımdır? Bu, bir günə, 5 günə olan iş deyil. Və düşünməlisiniz ki, bu mümkündür, bu sizdən asılıdır və inamla, iradə ilə, qətiyyətlə bu yolla getsəniz, nəinki prorektor, ondan da yüksək vəzifələri tuta bilərsiniz və cəmiyyətdə də kifayət qədər nüfuz, hörmət qazana bilərsiniz. Mən bu yolda sizin hamınıza uğurlar arzu edirəm. Cəmiyyət sizdən, indiki nəsildən çox şey gözləyir və mən inanıram ki, artıq siz gələcəyin yox, bugünün müəllimlərisiniz, bugünün qurucularısınız. Bu sizin ölkədir, bu sizin cəmiyyətdir, bu sizin xalqınızdır. Bu xalqınız üçün, ölkəmiz üçün, vətəniniz üçün əlinizdən gələni əsirgəməməlisiniz və kifayət qədər inamla getməlisiniz bu yolda. Uğurlar olsun. Çox sağ olun cavabınız üçün. Dəyərli vaxtınızdan ayırıb suallarımızı cavablandırdığınız üçün sizə səmimi qəlbdən təşəkkür edirik. Mən də tələbələrimizə asudə vaxtlarını səmərəli şəkildə qiymətləndirmələri üçün könüllü fəaliyyətlərində iştirak etmələrini tövsiyə edirəm. Bugünlük də növbəti buraxılışımızın sonuna yaxınlaşdıq. Digər buraxılışlarda görüşmək ümidi ilə hələlik. Sağ olun.